İranın nüvə obyektləri məhv edilərsə, bu Azərbaycan da daxil qonşu ölkələr üçün nə kimi təhlükə yarada bilər? İsrailin müharibənin ilk günlərindən vurduğu Natans və Fordo nüvə obyektləri Azərbaycan sərhədindən 700-800 km uzaqlıqda yerləşir. Almaniyada Radioekologiya və Radiasiya Mühafizəsi İnstitutunun professoru Clemens Walter Azadlıq Radiosuna deyib ki, İsrailin İranda vurduğu obyektlərin bəzilərində uran zənginləşdirmək üçün sentrifuqalar var. Həmin sentrifuqalara ziyan dəysə, qaz formasındakı uran ətrafa yayıla bilər. Amma Clemens Walter deyir ki, o qazların radiasiya səviyyəsi aşağı olduğundan bunun mümkün təsiri çox da təhlükəli deyil. Uran heksaftaridi ilə dolu çənlər məhv edilsə, o qaz yayıla bilər. Bu halda yaxın və uzaq ərazilərə təsir fərqli ola bilər. 1-2 kilometrə qədər olan ətraf ərazilərdə insanlar uranın təsirinə məruz qala, uran hissəcikləri ciyərlərinə gedə bilər və bu da onların sağlamlığı üçün təhlükə yarada bilər. Amma əgər daha uzaqdasınızsa, onda uranın təsirinə məruz qalmaq riski aşağıdır. Nüvə obyektindən bir neçə kilometr uzaqlıqda yerləşən insanların səhhəti üçünsə bu ciddi problem deyil. Qonşu ölkələr üçünsə bu ümumiyyətlə problem deyil. Azərbaycandan Milli Nüvə Tədqiqatları Mərkəzinin keçmiş direktoru akademik Adil Qəribov deyir ki, İranın uran zənginləşdirmə məntəqələrinə həmlə olsa, onların zərər vermə məsafəsi 10-15 kilometrdən o tərəfə keçməyəcək.